Şeyxə sual verirlər. Birinci sual budur ki, sualul əvvəl yetəalləqü ba'dul muməyyi'in ilm-həci sələfi ində münasihətihi bi ədəmi mücələsətil əhzəb kəl-İxvanil Müslimin və təbliğ بأن هذا المنهج هو منهج سماحة الشيخ ابن باز مجالسة كل الناس فهل هذا هو منهج سماحة الشيخ ابن باز رحمه الله yəni bəziləri hansılar ki minhəcdə 10 illar yəni sələfin minhəcində yəni sabit olmayanlar onlara nəsiyyət eləndi ki bidət əhlinə oturma hizbiçilərlə oturma onlar necə ki məsələn o hizbiçilər ki tutaq ki İxvanul Müslimin və ya təbliğ. Təbliğ də hizbiçilərdən gedir. Ki, onlar nə deyirlər? Onlar deyirlər ki, yox, oturma olar. Bu minhəc, bu üslub. İbn Bazın üslubudur. Yəni, bütün adamlarla oturmaq. İndi sual verirlər Şeyx Ubeyd Əl-Cəbriyə ki, doğrudan da İbn Bazın üslubu bu idi ki, minhəci bütün hamısına oturmaq, bir də dəhli olsa, olmasa da. Şeyx indi cavab verir. Elhamdülillah. Elhamdülillahi Rabbil alemin və l-aqibatu lil-muttaqin və əşhədu ən la ilahe illallah vahdehu la şerike lah veliyyis salihin və əşhədu enne Muhammeden abduhu və rasuluh seyyidu vələdə Adəm əcma'in sallallahu aleyhi və alihi və ashabihi at-tayyibin at-tahirin əmmə ba'd fəinə cavab alə hədə sual yestəd'i minnə bəyan umur iddə yəni bu cavab buna cavab verməyi bizdən tələb edir ki, buna bir neçə məsələyə toxunaq. Əl-əmrül əvvəl, birinci məsələ, Səmahatul Valid İmam Əl-Əthəri Əl-Alləmə Şeyx İbn Bəz Rahiməhullah, İmam Cəhbəd və alim qavi, rasix fi minhəc rusuxan azimə və li rusuxihi fil minhəci və rusuxihi fil əlim əl-şər'i və salatihi fil haqq فإنه يهابه كل أحد فإنه يوقره أهل السنة ويهابه أهل البدع birinci İmam İbn Bəz rahimehullah elə alim idi ki əhl-i sünnə onu sevirdi və lakin əhl-i bid'a ondan çəkindirirdi ondan qorxurdular və həmçinin çəkindirirdilər ondan birinci Şeyx İbn Bəz belə adam olur yəni əhl-i bid'a ona çox şey eləməzlər İkinci məsələ, yəni bu məsələyə toxunanda Narif anna samahati rahimehullah as-sadu bil haqq innehu la yaxafu fillahi lawmata la'im və yaqulu al-haqq və yastad'i bihi ma'al hikmeti və al-mauizati billati hiya ahsan. Yəni həmçinin Şeyx İbn Baz rahimehullah bilirdi ki, böyük alim idi və heç kəsdən də qorxmurdu və elhamdülillah hikmət ilə və gözəl mövizə ilə öz elhamdülillah əqidəsini bəyan edir. Yəni Şeyx İbn Bəz rahimehullah. Üçüncü əmr-ı-sani mən cələsə şeyx mücələsə mustafidə və xabra xalihi innehu ya'rifu anhu rəzzə ba'd-ı müxalifin bi əsməyin və əməməl mələ fəqad bələğənə qavlihi li ba'dihim ya fulan uskut fə innəkə fəttən. Həmçinin üçüncü məsələ Şeyx İbn Baz'a qalanda Şeyx İbn Baz'ı bəziləri kimlər ki ona oturub durub biz bilirdik ki bəzi hizbiçilərə o adla çəkirdi. Məsələn, neçə dəstəndə olub ki, deyib ki, ey filan kəs, sən sakit ol, sən fitnəkarsan. Yəni, bəyanləyirdi. Bir də o dərsində idim şeyxin. Dərsində professorla oturub, bir şeylə başa düşmürdü. Təzə birinci kursda idim da. Riyada gedmişdik uşaqlarla. Dedik, gedir Şeyx İbn Baz, sübh namazından sonra şeyx dərs keçir. Professorlar da gəlir kitablarla belə, 5-6 dənə kitab belə daşıyırlar özlərinə. Təfsir oxuyurlar 15 dəqiqə, 20 dəqiqə. Hədis oxuyurlar 15-20 dəqiqə, bu belə. Belə, məsələn, 1 saat yarım. Biraz professorla oxuyur. Şeyx də oturur belə, belə. İndi dərs gedir, doktor, professor oxuyur. Biz də deyir, bu kitab oxuyur da. Şeyx bir dənə aradı, bir dənə söz deyir, bir dənə belə deyir. Dili biraz axır idi, bədəvi idi də. Bədəvi dili idi. Bir dənə belə dilədi. O professorla belə də, biz deyir, nə oldu, heç nə olmadı. Biz başa düşmürdük də, yəni bizim səviyyə deyil. Məsələn, deyirdik, hərdən şeyx deyirdik ki, səhvdir kitabda. Ərəb dilində belədir. Gördüm, arxada, kreslonun arxasında sırası baxırlar o qamusa.
Lüğətə, ərəb dilinə. Deyirdilər, düz deyirəm. Neysə, orada şeyx nəsə dərs gedirdi. Bilməm, dərs nədən idi. Yanımda da şey. Orada qalxdı, bildi ki, şeyx Rafizlər kafirdir. Şeyx dərsini davam edir. Biraz keçdi. Şeydir, İbn-i İlhanı dedi. Ama şeyx Rafizlər kafirdir. Şeyx yenə fikir vermir. Üçüncüdə deyəndə döndü belə elədi. Kim sahabini söyür, kafirdir. Kim sahabini söyür, kafirdir. Ümumi cavab verdi. Yəni, müəyyənə aid deyil də. Doğrudan şeyx bəyənləyirdi. Minhəcin bəyənləyirdi, bidət həli barədə deyirdi mövqeyin. Aydındır. Sonra deyir ki, وَقَالِ لِبَعْدَ أَحْلِ الْعِلِمِ هَذَا لَيْسَ بِصَحِيبٍ وَالصَّوَابْ كَذَا. Həmçinin deyirdi ki, bu düzgün deyil, bu da düzgün. Sonra deyir, وَبِهَذَا يُظْهِرِ لِلْمُصَنِّفِ لِلْمُنْصِفِ أَنَّ الشَّيْخ رَحِمَهُ اللّٰهِ لَا يُجَالِسَ هَوْلَا مُجَالَسَةً مُجَرَّدَ مَعَ النُّصْرِ بِقُوَّةٍ وَشِدَّةٍ. Yəni, hətta kim ki deyib ki, şeyx bidət həlinə oturub, hələ belə oturmuyor ki, necəsən, nə var, nə yoxsa, dostlar olarsa. Yəni, oturub ki, onlara haqqı bəyənləsin. Bu cür oturub bilər. Yoxsa onlarla dostluq eləyib, zaten elə şey olmuyor. Aydındır. Ona görə, yəni, indi o qardaşlarını bəzilə bidət həli yanlarında oturanda, o birisi qardaşları bilər ki, onlar yaxşıdır. Və ya deyəndə deyir, filan kəs oturur ki, onlarla. Aydındır. İndi ola bilir ki, görüb Binbazın yanında hansı bidətçini, hizbiçini, deyib ki, hizbiçi şeyx Binbaz oturur hizbiçilərlə. Görək, nə üçün oturur? Oturub söhbət eləməyə, bəyənləməyə, yoxsa oturub, necəsən, nə var, nə yox, sən yaxşı oğlansan, zat. Oturmağa da cürbəcür daxı, elə deyil. Bidət əhli gömnələrdən istifadə edir də. وبهذا يوصل المنصف أن الشيخ رحمه الله لا يجالس مجالسة مجرد عن النصح وقوة وشدة كما أنه وإن كان يجالس بعض الناس لكن التميز وظهور السنة والدعوة إليها واضح وجلي في سيرته وسياسته رحمه الله. وبهذا عرفتم أن هذا المقولة هذا المقولة ومنهج الشيخ رحمه الله مجالسة كل الناس أنها ليست على إطلاقها أو أن لا نسلم لهم بأنه يجالس كل الناس على الإطلاق. والشيخ رحمه الله هو إمام مقصود من جميع الناس ليس من داخل المملكة العربية السعودية التي هي بلده فقط بل هو من جميع أنحاء الأرض. فالمسلمون كلهم يقصدون ويرتادون مجلسه فلا بد أن تكون له سiyasətə müəyyənə fi mücalisə oğda innas və hədə min vücuh. Həmçində şeyxin rəhməllah məqamı başqa idi axı. Məsələn, biri var Şeyx Hüseyminin məqamı, Şeyx Albaninin, biri də var Şeyx İbn Bazın. Şeyx İbn Baz mufti idi. Dövlətdə böyük bir vəzifə idi o, xüsusən Saudiyada. Elə bir ki, hakimdən sonra ikinci adamdır. Yəni, ölkən daxilindəki siyasətinə təsir edir. Şeyx İbn Baz nəinki Saudiyanın daxilində, üçün dünyada möhtəbər şeyx idi sələflərin arasında. Ümumiyyətlə, insanların arasında məşhur adam idi. Ola bilər deyik ki, gəlsinlər onun yanına, otursunlar, söhbət eləsinlər ona. Yəni, sadəcə oturma o deməkdə o şeyx bidət həlinə artıq otururdu. Aydındır, şeyxin həmçinin vəzifəsi belə idi. Və minvəçin axır, ənə şeyx rəhməllah kənə dümnün mövqiin alə qarar heyətə kibarul uləmə متضمن أن المعروفين البارزين من الحركيين عندهم تجاوزت وأخطأ ذلكم القرار صوغ لولي الأمر إيقافهم وحبسهم. Həmçinin Şeyx İbn Baz ləzinə yoxdur, o məclis, alimlərin məclisi Saudiyada. Onlara başçılıq eləyəndə neçə dəfə qərar çıxartmışdılar ki, məsələn, filan kəs hizbiçidir, dövlətə şey eləmişdilər ki, onun qabağını alın. Onun dəstəni qadağan edir. Deyir, Şeyx İbn Baz hizbiçilərlə necə idi? O da başçılıq edirdi o məclisə. Həqiqətən olub Salmanovda, Səfər Havali, sonra Aid Qarni, bunlar hizbiçilərdir. Biz oxuyanda onda, bunlar əməli başlı şey edirdilər. Yəni, fitnə edirdilər orada. Sonra bunlar ikisi döndü üçündən. Aid Qarni'dən Salmanovda döndü. Bunlar neynədir hökumət? Çağırdı bunları, biraz saxladı, sonra buraxdılar. Sonra dedilər, neysən, dəvət istəyirsən, gəl birinci kanal televizorda
bizim ASTV. Dəvət elə. Bu da başlı dəvət elə, belə, so. Tutardı söhbət. Biri dönmədi. Səfər Havali. O dönmədi, o oturdu yerindən. Dönmədi, o murciə söhbətini saldı. Onun bir dənə kitabı var, Zahirətul İrca. O atdı bu söhbəti. Ki, kim namaz qılmayan kafirdir, murciədir, zat belə şeylər. Şeyx Albani ittiham elədi. Ondan sonra gəldi bu murciə söhbəti. Görürsən, hizbçilərin arasında bizə murciə deyirlər. Aydındır. Murciədə bilsən, bu namazda əslində hamısı bəhanədir. Bilsən, üçün murciə deyirlər. Hamısı qayıdır şeyə, birincinin üstünə. Sən onu kafir görməsən, sən murciəsən. Onu kafir görsün, sən əla olansın. Aydındır, qardaşlar. Sonra deyir ki, Şeyh Rəhmullah, hərəkeyin təcavüzü vaxtda, qarar, o iqafı ba'dihim və həbsil axərin ma iqafihim. Və hədə istəbənə lənə ənə Şeyh Rəhmullah kənə sarimən heysu la yənfa illə sarama və şiddə kəmə ənəhu ləyyin heysu yara ənəl-lin və rifq nəfi. Şeyh bin Baz belə idi. Onun kim ki deyir ki, Şeyh bin Baz nə bilim, bidət əlini şey edirdi, otururdu onlarla və s. Yalandır. Aydın ola bilər otursun. Lakin nəsiyyət baxımından. Nəsiyyət baxımından eləsin. Bir dənə kaset var və ya yazıdır. O yazını tərcümə ediblər, qardaşlar. İbn Bazın göz yaşları. İbn Bazın göz yaşları imkan olsa bizim saytda da var o. Deyəsən şeydə olmalıdır internetdə. Onu tərcümə ediblər uşaqlar. Sizin dərsiniz olur. Bizim də şərh, mən onu şərh elədim Küfədə, Sumqayıtda. Onu şərh elədim orada. İbn Bazın. 2 dərsdir. Əhsən. Bir də onun qulaqsın. Orada nədir söhbət? İbn Baz oturub Şeyh Muftidir. Hizbiçilər gəliblər yanına Şeyhin. Bas Salmanovda, Ayət Qarni, Səfər Havali və bunlar. Hətta Cibrin. Şeyh Cibrin də orada onların arasında. Söhbət də nədən gedir? Bu 5.44 yoxdur. 5.44. Bunlar şeyhdən istəyirlər ki, tələb edirlər ki, şeyh, halal görmək hardan gəlib? Halal görməyə qoy qırağı. Kim vermək kafirdir, qutardı. Və istəyirlər şeyh bir dənə desin bunu. Hey deyirlər, hey şeyh sabitdir. Deyir, İbn Abbas belə deyir. Söhbət ondan gedir. İmkan olsa onu götürün, məni o dərsimin içindən götürün, qulaq olsun bir dənə. Ya da istəyirsiniz bir dənə özünüz də oxuyun. Şeyh belə dedi, orada Salman belə dedi, Salman orada. Biri belə dedi, biri belə dedi. Görün, şeyh necə sabitdir orada. Onlar istəyirlər desinlər ki, onlar bunu şeydirlər ki, kim Allahın hökmü ilə hökm vermir, kafirdir. Fərqi yoxdur, halal gördü və ya xavaricə belə deyir axı, hizbçilər. İstəyirdilər ki, şeyh desin ki, halal şərt deyil. Halal görmək. Hey bunu şey elədilər, danışdılar şeyhlə, şeyh sabit qalıb, deyir İbn Abbas belə dedi. Aydın şeyh sabit deyil, əlhamdülillah. Ona görə baxma, bir dənə söz desəydi. Gəl indi şeylə və ya İmam Əhmədə o vaxtı dedilər ki, şeyh, deyilən ki, Tövrat, İncil, Zavur, Quran, barmaqlağı qəsdəki məxluqdur. Öldürürlər də, dedir, mən deyərəm, lakin cəmaat bayırda hamı gözləyir ki, İmam Əhməd nə deyir. Sonra gəl başı sağ ki, İmam Əhməd barmaqlarını qəsdirirdi. Aydındır, ona görə bəzi adamlar aydın olmalıdır mövqeyləri ki, sərt, aydın olmalıdır ki, elə məqamlar var ki, açıq aydın olmazsa. Orada belə olmur, gedmir. Və bu gedir söhbət. Ona görə imkan olsa onu alın, oxuyun. İbn Bazın göz yaşları. Onu tərcümə ediblər uşaqlar. Kitab. Yox, deyəsən, gəl kitabçıda ya belə bir dənə şeydir, ya 2-3 dənə vərəqdir. 2 vərəq ya 3 vərəqdir belə. O Xerox vərəqləri. Alın onu bir oxuyun, məlumatsız olsun. Söhbət bundan gedir orada. Sual vermək olar ki, bu Muaz radiyallahu səcdəsi əməlli başlı səcdə edir. Deyirlər ki, o ehtiram səcdəsi olub. Laf tutaq ki, ehtiram. Gətirib Yusuf surası 100-cü ayədəki səcdə edir. Laf tutaq ki, ehtiram. Bizdən qabaq Yusufun şəriətində. Ola bilər olardı. Bizim şəriətdə olmaz. Hətta ehtiramla. Aydındır. Sən deyirən ki, məyər bizdən qabaq olan şəriət bizim şəriətdir. Yusufun şəriəti bizim şəriətdir. Cavab yox. Aleyhisselam. O vaxt bizim Yusufun şəriəti, bizdən qabaq olan peyğəmbərlərin şəriəti. Bizim şəriət olur o vaxt ki, bizim şəriət onu təsdiqləsin.
Aydındır, bizim təsdiqləsin, bəli. Necə ki, məsələn, Musa əleyhissalam Aşura günü oruç tutmağı. Bu, bizim Peyğəmbərimizdən, qabaq da Peyğəmbərlər tutub Aşuranı. Bizim Peyğəmbər nə gəldi? Bizim Peyğəmbər gəldi, təsdiqlədi bunu, Aşuranın orucu. Deməli, bizim şəriətdir. Amma məsələn, elə şəriətdə, bizdən qabaq olan şəriətdə elə məsələ vardı, bizim şəriət nə ki təsdiqləməyib. Hətta müxalif çıxıb ona. Onlardan da bir səcdə. Muaz eləyəndə nə dedi? Dedi ki, səbəbini öyrəndi, neyi görə edirsən? Dedi, belə-belə, görmüşəm belə. Dedi, əgər Allahdan qeyrisini icazə verilsəydi, qadınlar öz əllərini səcdə eləyərdi. Olmaz. Yəni, Peyğəmbər sallallahu əksinə bu hədis onlara rəddir. O bir dənə qayda vardı. Bidət əhli ki, o dəlillər gətirdilər ha. O götür rafisləri, xavaricləri, zirzibil, məsələn, cürbəcür firqələri də, məsələn, xavariclərin bütün növləri. Onlar gətirdikləri dəlillər əksinə olan əleyhinədir. Əksinə olan əleyhinədir. Və əli Yusuf əleyhissalam, Adəmin səcdəsi, Adəmə səcdə və ya Süleyman, Yusufə səcdə, o bizim şəriətdir. Məsələn, o Kəhf surəsində dedilər ki, gəlin olan qəblə, olan meçiddir ki. Və ya Süleyman əleyhissalamdır ki, heykəl edirdiniz. Daşlarına heykəl edirdilər. Onların şəriətində caiz idi. Bizim şəriətdə caiz deyil. Aydındır? Biz məsələn bu... Tamam eləyir ha, şeyx. Biraz yəni bəsdir burada, çox uzanmasın. Hələlik burada 10-cu səhvədir yandı, 10-cu. Bu, məsələn, dövlətdə işləmək məsələsi olsa, biz yaxşı ki, Yusuf əleyhissalam vəzifə istəyirlər. Onda da var, ha. O da bunu gətirir ki, yenə bizim gətirir qayda ki, oğul şəriyyəti idi. Yox, yəni bax, bizim şəriətdə Allahdan qeyrisi səcdə qadağandır. Amma dövlətdə işləməyə bizim şəriət qadağan eləməyib. Məsələlərə bax da. Harada qadağanlayıb ki, dövlətdə işləmək olmaz? Dəlil gətir. Dəlil gətirir ki, mənə dövlətdə işləmək olmaz. 5.44. Allahın hökmünə hökm verməyən, əgər halal görsə, halal görməsə, tutaq ki, müsəlmanlar vəzifə götürməsinlər. Yox, o bizim şəriət qadağan eləməyib baxır. O baxırsan məsələlərə, hər şeydə tutaq ki, biz deyək ki, şəriətdə səcdə olmaz olmayın, heç də olmaz. Elə şeylər var ki, bizim şəriət təsdiqləyib. Yaxıncı sual, bu istixara namazı barəsində. Yəni, namazın içindədir da. Namazın içindədir, səhih budur ki, namazın içindədir. Azərbaycan dilində soruşur. Eləmək olar, çünki dua edirsən Azərbaycanca. Amma əfsər olar ki, ərəbcə bilirsənsə. Amma, çünki ərəbcə bilsən, o ərəbcə o keyfiyyəti, o mənalı, sən tərcümə eləsən də o mənanı ala bilmirsən. Aydındır, məsələn, götür Quranın tərcüməsi də, mənaları. Hər dildə 15 dənə tərcümə var. Biri bu sözü belə deyil. Yəni, tam alma olmur. Bu keyfiyyəti də ərəb dilindən alamıyor. Ona görə ərəbcə oxumaq daha düzgündür. Daha tamdır. O səcdə halında, yoxsa təşəhhüddə harada deyilir? Namazda neçə yerdə dua edə bilərsən? Səcdədə, qunutda, sonra qunut tutma, səcdədə belə deyək. Səcdədə bir də təşəhhüdün sonunda. Salam verəndə hər şey qutarırsan, təşəhhüd, dualar, zikirlər qutarırsan, elə ki, gəlir salamın vaxtı, orada dua edirsən.